Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Bu vloqum Ramazan bayramına hazırlıq vloqudur. Hərəsindən biraz çəkiliş edib paylaşım edirəm. Burada dolmanın ətini hazırlayıram, yarpaq dolmasının. Ətin içərisinə yumru düyü, duz, soğan, göyərti, çeşni, şüd, nanə əlavə etdim. Yarpaqlar da yarpaq vaxtı qoyulan vaxtı ətraflı çəkib kanalımda da paylaşım etmişdim. Həmin yarpaqlardır ki, qış boyu açıb istifadə edirəm. Açdıqdan sonra təmiz yuyuram. Sonra qaynar suda biraz pörtürəm. Daha yumşaq olsun, sərt olmasın yarpaq. Sonra belə büküb bişirirəm. Yarpaq dolmasını bükdükdən sonra ləvəngi hazırladım, toyuq ləvəngisi. Dediyim kimi hərəsindən biraz çəkiliş edib paylaşım edirəm. Bir də qızlar, ötən vloqumda xonçaları paylaşım etmişdim. Həmin xonçaları, yəni orada qeyd etmişdim əslində, amma yenə də burada da qeyd edim. Yəni soruşan qızlardan var idi ki, nə üçündür? O xonçalar, həmin o xonçalar əmim oğlunun nişanlıdır. Əmim oğlunun nişanlısı üçün gəlin bacım o xonçaları hazırlayıb aparırdı. Yəni bayram xonçaları idi, Ramazan xonçaları belə deyim. Mən də həmin vaxtı kənddə olduğum üçün, anamgilə getdiyim üçün həmin vaxtı gedib o xonçaları hazırlayan vaxtı biraz da çəkiliş edib videomun içərisinə yerləşdirdim ki, maraqlı olsun. Həmin, yəni dediyim kimi əmim oğlu üçün, yəni əmim oğlunun nişanlısı üçün bayram xonçası idi, Ramazan bayramı xonçaları idi gəlinin. Belə burada açıqlama verdim, çünki qızlardan ətraflı soruşanlar olmuşdu. Belə yarpaq dolmasını bükdüm, qoydum bişməyə. Burada isə ləvənginin soğanını, yəni içliyini hazırlayıram ləvəngini. Soğanını əl aparatından keçirtdim, yaxşı sıxdım. Sıxdıqdan sonra biraz da mən tavada qarışdıraraq tam acı suyunu çıxardıram. Həmin tavada acı suyunu çıxartdıqdan sonra qabın içərisinə əlavə etdim. Üzərinə əl aparatından keçirtdim, qoz ləpəsini əlavə etmişəm. Duzunu, istiotunu, bir də alça turşusundan istifadə etdim. Yaxşı qarışdırıram. Sonra qoyuram bir kənara. Toyuğu da yenə də duzunu, istiotunu, turşu, yəni alça turşusundan istifadə etdim. Bir də sonda tomat, biber tomatı biraz da üzərinə duru yağ əlavə edib qarışdırıb çəkirəm toyuğun üzərinə. Tomatı da özümüz yəni yayda hazırlamışıq, biber tomatı hazırlamışıq. Həmin biber tomatının da resepti kanalımda var idi. Belə toyuğu da hazırladım, ədəbiyyatlarını vurub ləvənginin içərisinə yığıram, qoyuram bişməyə.
Və belə qızlar, toyuğu da hazırladıqdan sonra qoyuram bişməyə, keçirəm salat hazırlamağa. Bu dəfə salatı lavaşla hazırladım. Lavaşla da hazırladıqda dadı bir fərqli olur, yəni gözəl olur, dadlı olur. Ərzaqlarını da qaynatmışam, hər birisini qaynadıb qabığını soyduqdan sonra rendələmişəm və belə bir qat-qat yana hazırladım salatımızı da. Bizim söhbət elədiyimizi Humay görməz. Düşünədim, durmadım. Amma sonra holda Humay görəndə başa düşdüm ki, siz onun orada olduğunu bilirmişsiniz. Onu eşitdi.
Burada isə plovu hazırladım. Öncədən düyünü islatmışdım, islada qaldı. Sonra suyunu qaynadıqdan sonra içərisinə düyünü əlavə edirəm. Yumşalana qədər qaynadıb, süzdüm. Süzdükdən sonra qat-qat yığdım. Bu dəfə kişmişlə hazırladım plovu. Plov qaldı dəmdə bişməyə. Mən isə axşam üçün, bayram axşamı üçün süfrəni hazırlamağa keçdim. Süfrəni hazırlayarkən belə xurmanı qoyduğum qabı da sizlərə göstərim. Bu qabı da mənim üçün Eltim almışdım. Bundan bir cütdür, 2 ədəd. Çox sağ olsun, payı çox olsun. Sevərək, bəyənərək mən də süfrəmdə daima işlədəcəm. Həm xurma qoymaq üçün, həm limon qoymaq üçün belə bir qabda. Belə süfrəni hazırladım. Allah hər bir süfrəni ruzili bərəkətli etsin. Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin. Keçmiş olsa da bayramınız bir daha mübarək olsun. Sağlam ömür versin hər birinizə Allah. Necə belə Ramazanları qeyd edəsiniz, yəni oruclarınızı sağlam canla tutasınız inşallah. Bu isə ötən vlogumda paylaşdığım paxlavamdır. Doğrayıb, yəni dilimlərə ayırıb qoyduğum süfrəyə. Süfrəmi də artıq hazırladım. Bu salfetka qabları da bir cütdür, yəni 2 ədəddir. Bunu da digər Eltim almışdı mənim üçün. Çox sağ olsun, payı çox olsun onun da. Allah hər birisinin əvəzini versin. Mən də belə bayram süfrələrində sevərək işlədərəm inşallah. Yeməklər də artıq hazırdır və videonu burada sonlandırım. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.